Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 3 sotun içərisində 3 otaqlı ev, şəxsi özləri üçün tikilmiş ev çıxdı satışa 85.900 manata. Tam əşyalı. Evin içərisindən, həyətdən, bacıdan heç nə götürülməyəcək. Hətta bu baseynə qədər qalacaq. Mütləq gəlin bu evə baxın. Yerləşdiyi ərazi Saray qəsəbəsində obadan girirsiniz içəri. Asfaltla arası yəqin ki, elə bir 200 metr məsafə olar olmaz. Evin də kupçası var, torpağın da kupçası var. Qiymətdən də narahat olmayın, endirim olunacaq. Özlərinə tikilmiş evdir. Bax, hasar qırağı ağaclara baxın. Cürbəcür dekorativ ağaclar var, güllər var. Buradan darvazadan girirsiniz içəri. Burada da ki, bax, bağ yeridir, əkin yerləridir. Görürsünüz, bütün meyvə ağaclarıdır. Üzüm talvarı, üzüm tənəyinə baxın. Çox qəşəng üzümləri olur. İnşallah gələndə bunları görəcəksiniz. Paket kupçalı evdir. Qaz, su, işıq sayğacları qapıdadır. Kanalizasiyasındakı mərkəzi xəttə qoşulmuş kanalizasiyadır. Zəhmət olmasa yaxınlaşın. Mütləq gəlin bu evə baxın. Yəni bu düşmə evdir. Belə evlər hələm-hələm çıxmır. Görürsünüz, bütün güllü çiçəkli evdir. Evimizin üstü qabancıqdır. Dəmir raşotkalarına qədər vurulub. Kondisionerdən tutmuş televizora qədər hamısı evin içərisində qalacaq. Heç nə götürülməyəcək. Bir işi xırdapara öz əşyaları var, şəxsi. Onları götürəcəklər. Padvalı da var buradan. Sonra burada evimizin ara məsafəsi var. Bax, görürsünüz. Məsafəni göstərək buradan. Evin arxasında da ara məsafəsi var. Burada da kombinin yeridir. Sonra nə bilim, burada mərkəzi kanalizasiyanın tarafıdır. Manqalı, samavarı, ağacı, əsl bildiyiniz həyət evidir. Mütləq gəlin bu evə baxın. Çünki bu ev tez satılacaq. Qoşadaş kubiklə, Kurqavoy qoşadaşlandır. 60-ın 40-a fundament, üstündən də kəməri var. İndi yavaş-yavaş evin içərisinə daxil olaq. Bax, girən kimi burada belə bir koridordur. Yaxındakı zəhmət olmasa, qoy buranı işığı yandırım. Bax, belə bir koridordur. 3 otaqlı evdir, amma böyük evdir. Elə birbaşa gəlin qonaq otağına. Bax, bura qonaq otağıdır. Yəni zalıdır, görürsünüz. Lüstrü, televizoru, mebel, divan, kreso, bir dənə bu götürüləcək də. Uşağın piyaninadır, uşağın alətdir o. O götürüləcək. Şəxsi bir-iki dənə qab-qaşıqlarını götürüb çıxacaqlar. Panel radiatorları da var, mətbəx mebeli də var. Hər şey hazırdır. Bu qonaq otağı idi, bu da bir yataq otağıdır. Baxın, bu da bir yataq otağı. Bütün otaqları böyük, geniş, kvadratı həcmcə böyük olan bir evdir. Bu da növbəti uşaq yataq otağıdır. Və pəncərələri açıblar, havalı bir evdir. Bütün böyürbaşı evin açıqdır. Yəni yapışan ona ev yoxdur. İnşallah gələndə görəcəksiniz. Bu da sanitar qovşağımızdır. Bu da hazır vəziyyətdədir və nəhayət mətbəxə baxaq. Bu da mətbəximiz. Bax belə, bildiyimiz tam hazır vəziyyətdə yaşayışa tam hazır olan evdir. Heç nə, bir dənə haçarı gəldiniz, aldınız. Çünki evin içində hər bir şey var. Deməli, Saray qəsəbəsindədir. Obadan girirsiniz içəri. Sumqayıt marşrutlarına da yaxındır, Bakı marşrutuna da yaxındır. Qaz, su, işıq sayğacları var. Necə? 522 hətta Sumqayıt avtobusu düz darvazanın ağzından gələndə görəcəksiniz, qapıdan keçir. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Evin dörd bir tərəfi açıqlıqdır. Bir-birinə yapışan evlərdəndir. 85.900-dən də ev yəsi endirim eləyəcək. Mütləq gəlin bu evə baxın. Sağ olun.